Salam, mən Səadət müəllimə. Sizə kimya və biologiya fənnini öyrədəcəm. Bugün isə biologiya 7-ci sinif yeni dərslikdən bölmə 1, mövzu 4 olan hüceyrənin ümumi quruluşunun mövzusunun tapşırıq izahına baxacağıq. Elə isə keçid edək tapşırıqlara. Öyrəndiklərinizi tətbiq edin. Fəaliyyət hissəsinə birinci baxaq. Deyir ki, hüceyrə modelinin hazırlanması. Ləvazimatlar verib bir vərəq karton, plastik boşqab da ola bilər, müxtəlif rəngli plastilin. Bir də işin gedişin verib. Müxtəlif rəngli plastilindən uzun, nazik, solaq və kiçik bir kürə hazırlayın. Bu hissələrdən istifadə edərək hüceyrəni modelləşdirin. Hüceyrənin əsas hissələrini nömrələyib adlarını yazın. Bunu bildik. Bunu sinifdə zaten müəlliminiz edəcək ya da etməyə də bilər, evə də tapşıra bilər. Gəlin biz nəzəri hissəsinə keçək. Praktik hissəsini müəllimlə edərsiniz. Müzakirə edin. Plastilindən hazırlanan zolaq və kürə hüceyrənin hansı hissələrinə uyğun gəlir? Onların hüceyrədə funksiyası nədir? Mən də yazmışam ki, zolaq qılafa, kürə isə nüvəyə uyğun hazırlanmışdır. Çünki qılaf xaricdəndir, yəni zolaq da xarici olunur, kürə isə daxildədir, kürə də nüvəyə uyğun hazırlanıb. Qılaf da hüceyrə nədir? Qılafın vəzifəsi nədir? Funksiyası nədir? Qılaf hüceyrəni xarici təsirlərdən, fiziki və kimyəvi təsirlərdən qoruyur. Nüvə isə irsi məlumatların daşıyıcısıdır. 2 və 3-cü sualları elə qeyd elədim, qısa şəkildə vaxt sərf etməyə də buna əlavə. Ona görə qısa suallardır. İkinci sual. Sizcə hüceyrədə nüvə olmasa nə baş verər? Fikrinizi əsaslandırın. Nüvə olmasa hüceyrələr bölünə bilməz, zolaq sintezi gedə bilməz. Yəni nüvə olmalıdır çünki irsi məlumatların daşıyıcısıdır və s. ilə axır. Fikrimi də əsaslandırdım, yazdım. İkinci sualımız bu. Sonra üçüncü sual. Sitoplazmanın bərk deyil, yarınmaya şəklində olmasının nə kimi əhəmiyyəti var? Mən də yazmışam ki, hüceyrədə biokimyəvi reaksiyalar və proseslərin getməsində böyük əhəmiyyət daşıyır, elədir də. Yəni reaksiyaların getməsi üçün yarınmaya olması daha məqsədə uyğundur. Bu da üçüncü sualımız. Deməli, birinci sual budur, ikinci sual budur, üçdə budur. Yazdım bunları. Keçək indi digər tapşırığa. Öyrəndiklərinizi yoxlayın. Nüvə, sitoplazma, qılaf, orqanel. Gəlin bunları bir-bir nömrələyək, sonra yerinə qoyanda bilək. 1, 2, 3, 4. Hüceyrənin daxili möhtəviyyatını həlməşik maddə, yəni sitoplazma təşkil edir. 2 getdi bura. Onun daxilində nələr yerləşirdi? Çoxsaylı orqanel və nüvə yerləşirdi. Deməli, onun daxilində nüvə 1 və çoxsaylı orqanellər yerləşir 4. Hüceyrənin, deməli, deyir ki, hüceyrənin nüvəsində irsi məlumat daşıyan hissəciklər xromosomlar olur. Deməli, nüvə yazacağıq bura 1. Hüceyrəni xaricdən ötərək onun ətraf mühitin təsirindən qoruyan isə qılafdır. Burada 3 yazırıq. İndi mən burada yerləşsin deyə yazdım. Siz isə yerinə necə məsələn bir nömrə nədir? Burada nüvə yazacaqsınız belə. Sonra bitki və heyvan hüceyrəsində qılafın xarici hissəsi bir-birindən necə fərqlənir? Belə deyək də, yəni biz bunu orada deyə bilərik ki, bitki hüceyrəsində hüceyrə divarı var. Bu sərtdir və sellulozadan ibarətdir. Hüceyrəyə forma verir, onu qoruyur. Heyvan hüceyrəsində isə yalnız hüceyrə qılafı, yəni membran olur da. Bu elastik və nazik olur. Hüceyrəni xarici mühitdən ayırır, amma sərt divarı yoxdur. Sonra keçək 3-cü sualda nə deyir? Deyir ki, cümlələrdəki yanlışları taparaq onları düzgün ifadələrlə əvəz edin. Sitoplazma hüceyrənin möhtəviyyatını təşkil edən bərk maddədir yazıb, səhvdir. Sitoplazma hüceyrənin möhtəviyyatını təşkil edən yarınmaye idi. Bura yazmalıyıq. Baxın, bunun üstünə xətt çəkirəm. Yarınmayedir yazırım. Sonra, hüceyrə divarı özündə hüceyrənin irsi məlumatlarını saxlayır deyir. Bu səhvdir. Nüvə də özündə saxlayan. Bayaqdan deyirik. Nüvə hüceyrənin daxili möhtəviyyatını təşkil edir. Bu da səhvdir. Daxili möhtəviyyatını, daha doğrusu belə eləyək. Nüvənin üstünə xətt çək də. Deməli, sitoplazma hüceyrənin. Buraya yazmalıyıq, sitoplazma. Birdə düzəltdiyimiz səhv yarınmaye yazmalıydı bura. 2-də nüvə, 3-də sitoplazma. Bugünlük dərsimiz bura qədər. Gələn dərslərdə hansı mövzuların, testlərin, tapşırıqların izahını istəyirsinizsə, şərh bölməsində qeyd edin. Mən gələn dəfə o videoları yükləyəcəm. Gələn dərslərdə görüşənədək.